Hə, ver axı, ver. Məndə Kəbənin ətrafında namaz qılanda Bəli. sütrə lazımdır. Sütrə əlbəttə lazımdır. Sütrə hər zaman lazımdır. Sadəcə Kəbənin ətrafında namaz qılanda onu biraz riayət etmək çətindir. Çünki insanlar fikir vermirlər. Kim hardan gəldi ki, keçir. Amma bacardıqca çalış elə. Sütrə qoy yenə. Nəsə də olsa qabağı qoy yenə. Ya da kiməsə yaxın arxasında dayan ki, sənin qabağından keçən olmasın. Yəni bacardıqca. Bəli. Məsafə nə olmalı? Məsafə səcdə yeri. Ancaq səcdə. Bəli, bəli. Bəli, bəli. Burada heyvan öldürmək adına aid bir şey adına. Həşəratlara Məkkədə. onu bilmirəm. Allah bilir. Hə qədər. Uşağım 10 yaşı var. Çöldə oynayanda həm yaşıddır. Qalib iki şeydir. Bəs alkanlı lazım olur belə elə. Bu alkanlı problemi var axı. 10 yaşında uşaq. Onu yeni ondan qara olmuş. Başın yaxın getməsi yox. Qonşu olur. Sən izah elə. Başda almışıq. Bu da başlamış ki, onun problemi var. Ağlının belə şeydir. Dünyayı o alkan yaxşıdır. Sən izah elə, əlhamdülillah. Yaxşı. Hə qədər. Aleyküm. Məsəl üçün, övlad biri deyək ki, ibadət edir, namaz qılır, oruç tutur. Digər övlad isə səhlənkardır, ata valideyndir ki, namaz qılır, oruç tutur, Allahın əmridir. O, biri namaz qılır, ibadət edir, digərisi etmir. Onlarda fərq qoymaq olar, yəni dini məsələlərdə ki, məsəl üçün, namaz qılana hədiyyə alasın. Yox, həvəsləndir də, həvəsləndir. Deyirəm, məsəl üçün, kim məsələn, bu günləri mənə bir həftə içində və yaxud həftə içində 3 dənə surəni əzbər təhvil verərsə, məsələn, filan hədiyyəni verəcəm. Həvəsləndir onları. Pul mükafat da vermək olar. Yəni, belə şeylərlə eləmək olar inşallah. Hə, qədər. Məkkədə bilirik ki, namaz qılanda 100.000 savaba bərabər. Bəli, bəli. Bu haramın içəri aiddir. Yəni, bayra çıxın, o cəmaat ki, namaz qılır, qoşulurlar. Məsələn, gedir, çıxır, bir ucu bir də görsən. Bəli, bəli. Küçələrə, hansısa bir belə. Ümumiyyətlə, yəni, Məscid-ül Həram deyəndə, qardaşlar, bəzi alimlər deyiblər ki, ümumi olaraq, yəni, Məkkənin özü var, ha. Məkkənin özü bütünlüklə haram ərazisi sayılır. Hətta sən, məsəl üçün, oteldə qalarsansa, otelin yanında məscidlər var, orada qılırsansa, belə o 100.000 savabı alırsan. Bunu deyənlər var. Bunu deyənlər də var. Bəziləri isə deyiblər, yox, o yalnız Kəbənin nədir? Ərazisinə aiddir. 100.000 savab var. Amma bəziləri deyiblər ki, yəni fərqi yoxdur. Hətta bu rəyi dəstəkləyənlər var ki, məsəl üçün, məsciddə qılırsansa, həyatda, haramda yox, başqa məsciddə qılırsansa, yenə də 100.000 savabı alırsan. Doğrusunu Allah bilir. Amma yenə də o boyda yolu oraya gedmisənsə, yəni oteldə və yaxud da otelin yanında olan məsciddə yox, elə Kəbədə gedib qılsan daha yaxşıdır inşallah. Bəzən olur, cəmaat çox olur, həcc vaxtı belə, cəmaatda yer. Yox, indi o yer o heç o, yəni məsələn biraz aralıda qılınsa orada problem yoxdur inşallah. Hə, tez çıxma. Tənbəlliyi daşımaq. Hə. Tamam, orada Tez çıxma. yaşayanlara da aiddir, o yoxsa? Necə? Əlbəttə ki. Ha, yox, hamıya aiddir. Yox, təbii ki. Hökm hamıya aiddir. Neçə milyon adam olur. Yəni o hamısı Kəbəyə yerləşmir. Yox, əlbəttə ki. Cəmaat qılanda Əlbəttə sağ ol. amma qeyri vaxtı Kəbənin ətrafında məsələn yer var. İnsan qıraqda qılır, qıraq məsciddə qılır. Hardasa 1 kilometr aralıda bir məscid. Yəni elənsə eləyənlər var. Özüm də görmüşəm şəxsən ki, hansı ki məsəl üçün otelin yanında olan məscidlərdə qılırlar da. Deyirlər ki, 100.000 savabdır onsuz da. Yəni belə deyənlər o rəyi götürüb eləyənlər var. Amma mən yenə də deyirəm, Kəbəyə gedib qılmaq daha yaxşıdır. Daha əfsəldir. Bəli. Deməli, namazı qılanda niyyəti dilə gətirməkdə, bilirik, məsələn, sədəqə verəndə falan. Bəs nəyə görə miqatda ehramlananda niyyəti dilə gətirilir? Bunun hikməti nədir? Miqatda ehramlananda ümrə edirəm. Niyyət eləyirsən, səsli. Səslə. Aha. Yəni bunu dilə gətirir. Bəli. Bunun hikməti nədir? Səsli demək. Vallahi onun hikmətini bilmirəm, amma biz bilirik ki, niyyət səssiz olur həmişə. Yəni çünki bütün ibadətlərdə insanın niyyəti səssizdir. Yəni insanın qəlbindən keçirməsi kifayət edir ki, sən o hansı ibadət edir, bu niyyət olması. Amma məhz həcc ibadətindədir ki, və yaxud ümrə ibadətində ki, səsli deyilir o.
Amma nə hikmətini isə Allah bilir. Yəni olmamış olmaz, yəni bilənlər olar alimlərdə, amma mən bilmirəm dəqiq. Yəni o hikməti nədir? Allah bilir doğrusu. Qardaş soruşur, deyir ki, mən deyir, evlənəndə mehir olaraq həcc mehir demişdim. Demişdim. Sonra deyir, elə oldu ki, imkanım yoxdur buna. 2 nəfərin həcci bahadır. Bunun əvəzinə deyir, ümrə eləyə bilərəm. Ya o həcc, o mehiri ödəmiş olarım. Hər halda onu artıq yoldaşı ilə razılaşmalıdır. Yəni yoldaşına desin, yoldaşı razılaşarsa, hər halda mehir onundur. Ona söz verilib. Yəni dəyişmək olar. Hə, yəni yoldaşı razılaşsa, hə. Yoldaşı razılaşsa, hə. Hə, Ramazana salsa şey Tam qardaş deyir, yoldan pul tapmışam, amma məbləğ azdır da. Bu az deyəndə nə qədər məbləğ olmalıdır ki, yəni 1 il gözləməyə ehtiyac olmasın. Yəni elə bir məbləğ ki, bilirsən ki, buna görə heç kəs gəlməyəcək də, bunu axtarmayacaq. Kimsə gəlməyəcək onu da alacaq. 5 manat, 10 manat, bilirsən ki, kimsə itirdi də onu gəlib axtaran olmayacaq. Yəni elə bir məbləği, məsələn, götürüb ya sədaqə eləyirsən o adamın adından. O belə bir şey eləmək olar. Amma məbləğ çox olanda onu mütləq nədir? Gözləmək lazımdır və ətrafda olan dükanlara və hardan tapmısansa elan eləmək lazımdır ki, qoy yiyəsi çıxsın. Yoxud da bahalı bir şey olsa. Qızıl və s. Amma dəyərsiz bir şeydirsə, deyirsən ki, buna görə gələn olmayacaq. Axtarmayacaqlar, yəni. Bax belə. Prosta tam məbləğ belə bilmirəm də, məhz hansı məbləğ olmalıdır ki, onu şey eləyəsən. Deməli, bu İmam Əhməd bu Quran məxluq fitnəsi var idi. Orada bu fitnə ki, soğuşandan sonra kimlər ki, Qurana məxluqdur demişdi, onları təkfir elədimi? Yəni, belə bir şey gəlir hardasa. Deyirlər ki, belə bir şübhə yayırlar ki, İmam Əhməd sonradan onları təkfir elədi. Xüsusən belə. Ya, belə bir şey birinci dəfə eşidirəm mən. Çünki o alimlər ki, hansı ki, o fitnəyə dözmədilər, onlar çoxsu dünyasını dəyişdilər. İşgəncələrə altında dünyasını dəyişdilər. Və yaxud da o şeyi deyənlər oldu. Təsdiqlədilər də, yəni. Amma onların təkfir edilməsi barəsində İmam Əhməddən heç nə eşitməmişəm. Heç nə ki, sonra da onları təkfir edir və s. Belə bir şey heç nə eşitməmişəm. Allah bilir. Yəni, heç o barədə heç kiminsə danışdığını da eşitməmişəm. Birinci dəfə eşidirəm. Yəni, çünki belə bir söhbət olsaydı, danışardılar o barədə, deyərdilər. Bəs mən bu İbn Teymiyənin belə bir hansısa bir əsərində gəlirdi ki, bu xüsusən təkfir eləyib, sonra rəyindən dönüb, nəsə belə bir şey, belə olub, belə bir şey. Yox, heç nə, heç bir şey. Heç vaxt xüsusən təkfir eləməyib. Yox. Allah razı olsun. Allah sizdən razı olsun. Hə, qardaşlar. Aleyküm. Ən böyük problemlərimizdən biri cümə vaxtı xütbə gedir. Qardaşım biri gəlir, salam aleyküm, oxuşur. Bir oradan qışqırır, yolu kəsmə. Yəni, nə bilim, hər düzədə xütbə gedir orada. Belə olan halda, yəni, o adamların müdaxilə edənlərin, yəni, hökmü nədir? O hökmü deyəndə ki, o məsələ həmişə problemi olub bizdə onsuz da. Başını saxlamaqdır və yaxud da namaz vaxtı, xütbə vaxtı danışmaqdır. Belə, yəni, əksinə bu məscid imamlarının üzərinə düşür ki, onlar hər dəfə bu şeyi xatırlamalıdırlar insanlara. Məscid imamları, çünki cəmaət hamısı orada olur axı, cümə günü. Ona görə də xatırlamalıdırlar onlara ki, telefonları söndürsünlər və yaxud da cümə xütbə gedən vaxtı danışmaq olmaz. O hədislər ki, hansı ki, Peyğəmbər s.ə.v-dən gəlib sus demək olmaz, belə savab aparacaq. Səhih deyil onların günü, çünki hər halda orada olan çoxsu o söhbətləri eləyənlərin çoxsu ya bilmir, ya ola bilər təzə namaza başlayanlar da, ya cahillər olsun. Hansı ki, namaza təzə başlayıb, xəbərləri yoxdur. Ona görə də mütləq şəkildə deyilməlidir olan, əlbəttə ki. Hansı halda imamdan qabaq durmaq olar? Yox, olmaz. İmamdan... Cümədə bəzən olur, gecikənlər gəlir. Yox, olmaz. Onlar təzədən zöhr namazını qılmalılar. Yəni, imamdan qabağa keçmək olmaz. İmamdan qabağa keçmək olmaz. Bəli.
Bayram namazı ki qıldıq. Aha. Deməli, bu ümumiyyətlə bu vacib deyil, da bilirik. Bu evdə qılmaq hansısa bir səbəbdən də, indi xəstəlik səbəbindən, onlar da belə. Evdə qıla bilər. Əgər gələ bilməyibsə məscidə qıla bilər inşallah. Yəni tək də qıla bilər, Hə, qıla bilər. ailə üzvündən. Bəli, qıla bilər. Hə, inşallah. Bu qardaş deyir, mən deyir, sübh namazında deyir, dura bilmirəm. Və yol göstərərdilər. Sübh namazına ümumiyyətlə yəni namazlara əsasən də bu işa namazı ilə sübh namazı Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, münafiqlər üçün ən ağır gələn namazdır. Yəni ona görə sübh namazı ilə işa namazını, yəni tənbəllik etmək olmaz. Ən əsaslı sübh namazında çalışmaq lazımdır ki, namaz girməmişdən öncə durmaq. Bizdə çox vaxtı budilniki namazın çıxma vaxtına 5-10 dəqiqə almışa qoyuruq ki, çox yataq. Bu hamının problemidir də. 10 dəqiqə almışa qoyuruq ki, tez durum o vaxta kimi yatıb durub bir 10 dəqiqə almış sübhün çıxmağına durum qılın. Elə lazımdır. Ən pisi də ki, səni əgər budilnik namaza durğuzursa, bu lap pisdir. Sən budilnik namaza durğuzmamalıdır, sən özün durmalısan. Sənin imanın varsa, o iman səni durğuzmayacaq namaza. Budilnik lazım deyil sənə. Kiminsə sənə zəng eləməyi lazım deyil. Sadəcə bu şeyləri, bu səbəbləri alimlər niyə qoyublar? Niyə görə deyirlər ki, insanlar yəni tənbəlliyin daşını atsınlar, dursunlar namaza. Kimsə onları durğuzsun və yaxud da budilnik qoysun 3 dənə, 4 dənə. Mütləqdir ki, dursun, nə etsin, namazı qılsın, sübh namazını buraxma olmaz, qardaşlar. Yəni namaz elə bir ibadətdir ki, onun üçün heç bir şey qoyulmayıb. Yəni güzəşt qoyulmayıb onun üçün. Oruçsan, səfərdəsənsə, məsələn, oruç tutmaya bilərsən. Xəstəsənsə, oruç tutmaya bilərsən. İmkanı yoxdur, zəkat vermirsən. İmkanı yoxdursa, həcc eləmirsən. Xəstəsənsə, həcc eləmirsən. Amma namaza belə bir şey yoxdur. Xəstəsənsə, namaz qılma. İmkanın yoxsa, namaz qılma. Belə bir şey yoxdur. Namazı qılmalısan. Namazı qılmalısan və salam. O alimlər ixtilaf ediblər. Əhlüsünnə imamları var ki, bir dənə namazı buraxdın, insan İslam dairəsindən çıxır. Bir dənə namazı. Dəzdən şəhadət gətirəndə tövbə etməlisən. Yəni, belə bir söz deyən alimlər olub. Görün, onlar necə namaza qarşı nə olublar, şiddətli olublar. Ona görə də yəni, sübh namazı necə yata bilər insan, yatıb qalsın. Olur, insanın həyatında, hər bir kəsin həyatında ola bilər, yorğun olursan, hansısa bir işdən çıxmısan, gec yatmısan, görsən dura bilmədin. Amma bunu daimi hala salmaq icazəli deyil, olmaz qardaşlarım. Ona görə də sübh namazını durub vaxtında qılmaq lazımdır. Girməmişdən bir 5 dəqiqə, 10 dəqiqə qabaq durursan, dəstəmazı alırsan, gecə namazı qılırsan, kürkət və ondan sonra da sübh namazı girir, sübhü qılırsan. Ona görə də Peyğəmbər sallallahu hədisində deyir ki, insan deyir yatanda şeytan onun deyir boynunun ardına 3 dənə düyün vurardır. Yat, yuxun deyir şirin olsun. İnsan deyir ayılanda o bir dənə düyün açılır. Zikir eləyəndə ikinci düyün açılır. Durub dəstəmaz alanda 3 dənə düyün, üçü də açılır hamısı. Yəni, onu görə mütləq şəkildə də ki, nədir? Sübh namazını durub qılmaq lazımdır. Bəli. Necə? Münafiq əlamətlər bilmir. Hə, əlamətləri münafiqliyin? Olur, hə, əlbəttə ki, bilmir. Nədən? Məsəl üçün ki, danışanda yalan danışır. Bir var, daimi sifətidir ya onun. Yəni, indi bir dəfə olub yalan danışır, demək deyil münafiq, yox. Daimi bunun sifətdə bu insan yalancıdır. Əmanətə xəyanət edəndir və söz verir, sözün üstündə durmayandır. Çoxdur əlamətlər. Elə sübh namazını yatıb qalmaq özü əlamətlərdəndir. Bəli. Bu azan iqamiyyət olması, bu vacibdir ümumiyyətlə. Qadınlar necə verməlidir, kişilər necə verməlidir? Azan, iqamə sünnədir. İqamə sünnədir. Əgər iqaməni birdən verməyib namazı qılsın, namazın səhidir. Amma azan məsələsində ixtilaf var. Bəziləri deyiblər ki, cəmaat olsa vermək vacibdir. Tək sənsə verməsən də olar. Amma Şeyx Albani rəhməhullah deyir ki, fərq etmə, tək, qadın, cəmaat verməlisən. Çünki azanın vaxtı girdisə verməlisən azanı. Yəni qadındır. Hə, qadındır, bəli. Çünki rəvayətlər gəlib Ayşə radiyallahu anh azanı verməyi. Hə, yəni bu cümlə rəvayətlər, əsərlər gəlib. Yəni qadın evdə təkdirsə özü azanı verib namazı qıla bilər. Bəli. Amma iqamə isə sünnədir, bəli. Cəmaət namazının əsasını
gec qoşuldu. Elə oldu ki, səhvə düşmədi, tək qaldı. Belə olan halda o səhvdə tək qala bilərsən, yoxsa kimisə çəkməlisən arxaya, ya... Kimisə arxaya çəkmək, tək dayanmaq olmaz səhvdə. Məsələn, səhvdə o vaxt tək dayana bilərsən ki, məsəl üçün dayanmısan, bilirsən ki, indi dəstəmazdan çıxıb gələnlər olacaq. Onda dayanırsan ki, hə, gəlib qoşulacaqlar. Amma daha heç kəs yoxdursa, mütləq girməlisən səhvə içinə. Birdən başa düşməsə, o qala çəkmək. İnşallah başa düşər. Problem yox. Hə, qardaşlar. Cümə xütbəsi iqaməyə qədər olan, yəni ikinci xütbədə də danışan o sayılır o. Hə, olmaz. Oturur. Xütbədəndir o da. Əlbəttə ki, xütbədən. O da xütbədə, əlbəttə ki. Yəni iqamə verilənə qədər xütbə sayılır. Bəli. Elə də. Xütbə verilənə qədər. Məscidin Bir də bu şübhəni çox vaxt gətirirlər. Bu qəbir üstündə Quran oxumaq məsələsi ki, İbn Teymiyyə deyildi. Hə. Buna aydınlıq verərdi zəhmət olmasa bu. Quran oxuyub, qəbir üstündə Quran oxumaq yox. Onu heç kəs deməyib. Quran oxuyub savabını ölüyə göndərmək. Quran oxuyub, məsələn evdə açmısan Quranı, Yasin surəsində yox ha. Yəni bəzidə İbn Teymiyyə də gətirib İbn Teymiyyə elə şey deməyib. İbn Teymiyyə ki, Yasin surəsini oxumağınızda qəbirstanı. Yox, evdə oturmusan məsələn, açdın Quranı, başladın oxumağa Bəqərə surəsini və deyirsən ki, ya Rəbb, mən bunun savabını dünyasını dəyişmiş valideynlərimə göndərirəm. Hə, nəyə əsasən deyiblər bunu? Şeyxülislam İbn Teymiyyə deyib bu sözü. Nəyə əsasən deyib? Çünki dəlil var ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına bir nəfər gəlir, deyir ki, ya Rasulullah, bəs mənim anam dünyasını dəyişib, orucları qalıb Ramazandan. Tuta bilərəm. Deyir, onun borcu olsaydı ödəyəcək, deyir, onu tut. Tutacaq, o savab da gedəcək kimə? Valideynə. Sonra biri gəlir, deyir ki, ya Rasulullah, bəs valideyn adına sədəqə ölmüş, deyir, verə bilərsən. Savabı gedəcək ona. Biri gəlir, deyir ki, bəs valideynin yerinə həcc etməyi. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, eləyə bilərsən. Savabı gedəcək ona. Buna əsasən qiyas ediblər ki, yəni bu 3 dənə şeyə görə. Qiyas ediblər ki, deməli, gəlib əgər sorsaydılar ki, Quran oxuyub savabını göndərib, Peyğəmbər sallallahu əleyhi və səlləm icazə verərdi. Amma yoxdur ya belə bir hədis. Belə bir hədis yoxdur, heç bir dəlil yoxdur. Yəni bu hədislərə qiyas ediblər ki, icazəlidir. Quran oxuyub savabını nə etməyi, göndərmək. Amma digər əksər alimlər hamısı deyiblər ki, icazəli deyil. Olmaz. Çünki dəlil yoxdur buna. Buna övlad etməlidir ən azından. Yox, fərqi yoxdur. Yox, fərqi yoxdur ki, yəni bunun dəlili olmadığı üçün əksər alimlər bunu qadağan edirlər. İcazəlidir. Hətta Şeyxülislam İbn Teymiyyə desə də belə. Sağ adamın yerinə vermək olar. Sədəqə sağ adamı. Valideynin əvəzinə öz pulundan verirsən ki, atının adından verir. Eləmək olar inşallah, problem yoxdur. Qurban kəsəndə demirsən, mənim bir də ailəmin nədir? Adından qurban kəsərəm. Peyğəmbər sallallahu ümmətin adından kəsərdi. Yəni ona görə yəni buna əsasən deyiblər ki, o Quran oxuyub savabı hansı ki icazəli verən alimlər olub ha. Məsələn Şeyxülislam İbn Teymiyyə onlar deyiblər ki, yəni dəlil yoxdur buna. Amma bu hədislərə əsasən deyiblər ki, icazəlidir. Lakin obruslar deyiblər ki, icazəli deyil, çünki dəlil yoxdur axı buna. Yəni ibadət məsələlərində mütləqdir ki, dəlil olmalıdır. Dəlil yoxsa biz onu deyir ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm belə bir şey yoxdur, gəlmir. Gəlmir. Ona görə də deyiblər ki, icazəli. Ümmətin adından qurban kəsmə ancaq Peyğəmbər sallallahu əleyhi və səlləmə xasdır, yoxsa başqaları da edir? Eləyə bilərsən inşallah. Yəni alimlər deyiblər ki, yəni əsasən niyə görə qadağan edir? Çünki şirkə qapı ola bilər. Yəni çünki insanlar onsuz da yəni gecə-gündüz qəbirstanlıqdadırlar. Bütün günə o qəbirlərdən kömək istəmək, dualar etmək, Quran oxumaq. Bunu da açmaqla qapını sanki onları o şeyə görə cahil insan nə biləcək ki, evdə oxuyub oxumaqlar göndər. Yoxsa gəlib oturacaq orada oxuyacaq. Ona görə də yəni dəlil olmadığına görə icazə görmürlər. Yəni əhlüsünnətin gözəlliyi ondadır ki, bizim üçün fərqi yoxdur. Bunu Şeyxülislam İbn Teymiyyə deyib və yaxud da İmam Əhməd deyib, kim olur olsun. Yəni dəlil yoxdursa biz qəbul eləmirik. Məsələn, kim deyirsə desin. Onun Peyğəmbər sallallahu o İmam Məlik qəbrini göstərdi, dedi ki, bu qəbir sahibindən başqa hər bir kəsin sözü götürülə də bilər, atıla da bilər. Bəli. Ona görə də biz dəlil olmadığına görə rədd edirik. Hə, xocam. Qoy bir dənə danışdırım.
Valideyn yerinə tutacaq olursunuz. Hə. Yəni ki, Ramazan girdi, 3 gün valideyn dünyası qarşılayır. 3 günü tutdu, yaşadığı vaxtı. Oruç da onun yerinə tutur. Yəni istəsən tuta bilərsən ha. O qalan Qəzası olmuyor bu. necə qəzası? Ramazan girdi, 3 günü tutdu, dünyasını dəyişdi. Hə, qalanları qalıb da. Mən 27 gün Yaşamayıb o. Hə, elə onu deyilir də. Sən onun yerinə kəfarə ödəyə bilərsən də. Niyyət edib də. Hə. Niyyət Ramazandan əvvəl biz nə edirik? 1 aylıq niyyət edirik. 3 gün eləmir axı. Başa düşdün? Ona görə sən onun adından kəfarə ödəyə bilərsən ki, onun o orucları bağlansın. Eləyə bilərsən inşallah. Bəli. Salam Aleyküm. Qarşıma belə bir video çıxdı ki, Peyğəmbər sallallahu arı ilə danışır, arı. Hə. Arıdan soruşur ki, siz balı necə düzəldirsiniz? Arı deyir ki, biz onu güllərdən yığırıq. Və deyir, güllərdən yığılan o şirin olmur. O niyə şirin olaraq bal düzəlir? Deyir, bizə belə bir elm verilib ki, biz çiçəyin tozunu gətirdikdə salavat deyirik. Və ona görə bal şirin olur. Şirin olur. kimdən gəlib? Sufilərdən. Yox, səhih bir şey oxşamır. Amma ümumilikdə bu arılar zikr eləyirlər də, yəni həşəratlar. Ümumiyyətlə, yəni nəinki arılar, bütün həşəratlar, bütün heyvanlar Allahı zikr edir. Hə, İsmail. O Aleyhisselam. o həc, oruc, bunlar yəni ki, gəlib amma deyirlər zəifdir, yəni ən yaxşı sədəqə verməkdir valideynə. Ölən valideynin adından sədəqə vermək daha yaxşıdır. Yəni ki, bu daha yəni ki, mötəbər bir görüşdür. Yəni, belə bir şey var, yəni mən belə oxudum. Qabaq mən də elə bilirdim, yəni ki, Yox, o şeylər. Yox, o hədislər hamısı səhihdir, hamısı Buxar Müslimdə olmalıdır özdə. Yəni, belə bir şey işlədim, yəni sədəqə daha mötəbərdir. Yox, sədəqə də vermək olar, amma bunları da etməyə gəlib hədislər. Özü bir yox ha. Özün şeylə, nə qədər özün şeyləsən. O Siravunu sən məsələn o bir də Həccündən də yazılır çünki salih övlad qoyub gedən, yəni ki, elə də. Sədəqə yəni ki, daha birbaşa da yəni. Onsuz da sən özün də məsələn kimisə adından eləsən də belə o savab sənə də yazılacaqdır. Ya valideynin adını eləsən də, yerinə eləsən də o savab sənə də yazılacaq inşallah. Hə qardaşlar. Hə, sizdən də. Qubdan qardaş versin, hə. Kəbir gündə namaz 100 min savabdır. O biri digər ibadətlər onlar da 100 min savab gedir. Məsələn, zikr edirsən ya. Yox, namaz digər ibadətlər savabları böyükdür əlbəttə. Yəni Kəbədədir. Mədinədə nə eləsən, onun savabı çoxdur. Yəni, digər yerlərdən, ibadətlərdən daha çoxdur savabı. Həmçində günah da elədir. Orada olunan günah başqa yerdə edilən günahlardan nədir? Daha şiddətdir. Onu bir dəfə oxusan orada 100 min dəfə sayılır. Yazılır savab. İbadət olaraq. Savab olaraq yazılacaq sənə, çox da yazılacaq, amma say kimi belə bilmirəm də 100 min dəfə yazılacaq yoxsa yox. Bəli. Məscidin içində dünya elmlərini öyrənmək icazə edilir. Ümumiyyətlə məscid Məsəl üçün gəlir boş vaxtı var, deyir ki, gedim məscidə, namazımı qılım, sonra oturum, eftaflığına edim. Ümumiyyətlə məscid yəni dünyavi şeylər yox. Əsasən o Peyğəmbər hədislərində də gəlibdir. Nə üçün inşa edilibsə, onun üçündür. Yəni Quran oxumaq, dua etmək, namaz qılmaq və bunlar üçün. Amma Peyğəmbər zamanında olub hansı ki, hərbi məsələləri zaten müzakirə ediblər məscidin içində. Ehtiyac olar. Ehtiyac olarsa, hə. Ehtiyac olarsa. Bəli. Hə, qardaş. Necə filan yerə? Hə. Ümumiyyətlə, əlbəttə ki, yəni ümumiyyətlə yaxınların qəbirlərini ziyarət etmək lazımdır. Yəni ziyarət etmək dostdur, tanışdır, qohumdur, əqrabadır, gedib ziyarət etmək olar inşallah, problem yoxdur. Ziyarət etmək lazımdır da. Həm ölümü xatırlamaq, həm ölənlər üçün nə etmək, dua etmək. Mütləq edin. Qardaş nə əsasında deyir, bəzən eşidirik ki, qəbristanlığı ancaq axirəti xatırlamaq üçün ziyarət etməliyik. Bu da deyir, yalnız o niyyətlə çıxa bilərəmmi ki, gedim valideynin qəbrini ziyarət edeyim. Qəbir də rayonda da. Olsun, problem yoxdur. Yəni, icazəli deyil o bayramlar var. Bizdə məsələn, qara bayram deyirlər də, qəbristanlığa çıxırlar. O icazəli deyil.
Bu belə mən durdum, niyyət, hə, paxlava şəkərbura aparırlar qəbirstanlığın qəbrin üstünə, xonça, səməni qoyurlar. Bunların hamısı xurafatlardır, bunlar olmaz. Amma beləsində mən niyyət edirəm, sabah çıxıram, gəlin valideynlərimi ziyarət edeyim. Götür, ziyarət elədim, dua elədim, çıxdım yəni. Burada problem yoxdur inşallah. Problem yoxdur. Qadınların məsləhət deyil, amma yenə də gedə bilərlər arada bir. Hə, arada bir gedə bilərlər. Problem yoxdur. Allah razı olsun. Subhanakallahumma. Yəni deyək, əşhədən əstəğfiruka və etûbü ileyk.